Əsrin müqaviləsi 1994-cü ildə SOCAR ilə dünyanın 13 böyük və nüfuzlu şirkəti arasında mühüm bir müqavilə imzalandı. Bu müqavilə neft və qaz hasilatı ilə bağlı idi. Layihənin ən böyük sərmayədarı British Petroleum oldu. Bu layihəyə 34 milyard dolları sərmayə yatırıldı və 2050-ci ilə qədər bu məbləğin 43 milyard dollara çatması gözlənilir. Nüfuzlu qurumların məlumatına əsasən 1994-cü ildə Böyük Britaniyada yoxsulluq indeksi 11,5%, işsizlik isə 9,5% təşkil edirdi. Amma 2025-ci ilin statistikasına görə yoxsulluq indeksi 66,9%-ə yüksəlib, işsizlik isə 47,4%-ə qədər azalıb. Bütün bunlar baş verdiyi halda Azərbaycan xalqının yaşayış və iqtisadi vəziyyəti isə hər gün biraz da pisləşir. Gənclər ümidlərini itirirlər, vətəndən köç etməyə üstünlük verirlər. Azərbaycanın sərvəti bu torpağın insanına heç bir fayda vermir, əvəzində qərb və istismarçı ölkələr bu sərvətdən istifadə edərək gündəlik zənginləşirlər. Əgər bu cür videolar sizi də düşündürürsə, səhifəmizi izləməyi unutmayın.